Hörmətli və əziz müştərilərim, müştərilər zəng vurur, WhatsAppda sağ olsunlar, müəyyənlər yazır, səhvədə nömrəmiz var. Mühərrik haqqında, yağları haqqında məlumat verirsiniz, korobka yağları haqqında məlumat vermirsiniz. Korobka yağları kilometrajına uyğun olaraq vaxtında dəyişmək çox məsləhətdir. Bu korobka yağlarının hər biri ayrı-ayrılıqda maşından çeşidinə asılı olaraq bölünür. Nissan ayrı korobka yağı var, Toyota'nın ayrı korobka yağı var, Hyundai'nin ayrı var və ya neçə maşın. Hamısının ayrı-ayrılıqda fərqli-fərqlidir. Ona görə nömrəmiz səhvədə var dostlar. Şimdi bizim ola bilər ki, stokumuzda olmayan müəyyən korobka yağları var ki, kimisə stokunda var, yaxşı biletdir. Çünki biz biletlərin hamısını yerləşdirib dükanımızda satışını təşkil edirik. O qədər brend yağ var ki, bazarda. Bizim en çok istifadə etdiyimiz korobka yağları Eneosun yağlarıdır. Bir neçə maşına göstəriciyi sərbəst verir. Keyfiyyətinə tam 80.000 zəmanətlə cavab deyil. Soyun korobka yağlarıdır, Petro-Kanada'nın korobka yağlarıdır, Rabinolun müəyyən korobka yağlarıdır, X-Oil'dir, S-Oil'dir, bunların korobka yağlarıdır ki, hansı ki garantili korobka yağlarıdır. Korobka yağlarının vaxtında dəyişməməyi çox problemlidir, hədsiz dərəcədə problemlidir. Korobka yağının vaxtında dəyişəndə müəyyən vaxt dəyişməyə ehtiyac olunur, friksiyonlar giyilmir. Avtomat spor maşınların 90%'ında ustalar daha yaxşı bilir, friksiyonlar olur. Onlar vaxtında dəyişməyəndə o friksiyonların arası giyilir və o qırıntılar, belə deyim, qarışır yağa, ştruskalar tökülür yağın içine, sonra gelir filtrede tıxanma yaranır, korobka dağlar və yaxud da buna görə korobka yağlarına da mühərrik yağlara qədər dəqiq nə qədər nəzarət eləsəz o qədər yaxşı. Korobka yağları çeşidləri də bir neçə brendlə stokumuzda mövcuddur. Xahiş olunur ki, korobka yağlarına maraqlı olmaq istəyirsə birbaşa zəng yox, tək pasportu atın WhatsApp'ınıza, biz sizin üçün yazaq, neçə litrə gedir, hansı göstərici gedir, hansı göstəricini görmək daha məsələdir. Təşəkkür edirəm, çox sağ olun.